Bu sualın izahı gəlsin vektorları qarşıdıran abituriyentlərə. Uşaqlar, deməli 2 dənə vektor verib və həmin vektorların başlanğıclarını mütləq eyni nöqtəyə gətirməliyəm. Yəni V2 vektorunu, baxın, gətirim mən bu nöqtəyə. V2 vektorunu oradan silsək, buradan silək, gözümüzdə görünməz. İndi gəlin oxu necə çəkəcək onu öyrənək. Bizə deyir ki, birinci cismin ikinci cismə nəzərən. Baxın, burada qeyd edilib. Birincinin ikinciyə nəzərən. Yəni mən yazmalıyım V1, 2. İndi birinci V1'i yazdığım üçün mütləq V1'dən çıxmalıyam nəyi? İkinci yazılanı, yəni V2'ni. Uşaqlar, qrafikdə bəs necə çəkəcəm ki, mənim daha çox aydın olsun? O zaman deməli çıxılandan azalana doğru xətt çəkməliyik. Baxın, burada çıxılan 2'dir, azalan isə V1'dir. Deməli mən nədən? V2'dən V1'ə doğru xətt çəkməliyəm. Yəni baxın bu istiqamətdə. Yəni doğru cavab B variantıdır. Və yaxud digərini 36'ya baxsaq, yenə mən nə edəcəm? Bunların hər ikisinin başlanğıcını gətirəcəm bir yerə. Yəni bu oldu V1. İndi bizə də ikinci cismin birinci cismə nəzərən, yəni V2 1 bərabərdir. Birinci 2'ni yazdığım üçün V2 çıxılsın V1. Biz nə etməliyik? İndi çıxılandan azalana doğru. Azalan V2'dir, çıxılan V1'dir. Çıxılandan azalana doğru xətt çəkməliyik. Çıxılan hansı oldu? V2, V1. Azalan hansı oldu? V2. Yəni baxın V2'yə doğru belə bir xətt çəkməliyik. Bu da oldu B bəndi. Ümid edirəm hamı üçün aydındır. 37-ci sualdan gedir uşaqlar. Deyir mənə ki, çay keçmə müddətləri arasında hansı münasibət doğrudur? Çay keçmə müddətlərini təyin etmək üçün biz ilk öncə çay keçməyin düsturunu bilməliyik. Yəni tez zaman nəyə bərabərdir? S qət edilen məsafə bölünsün VY. Bəs burada VY nədir? Sürətin Y oxu üzrə proyeksiyasıdır. Yəni biz istər 1 olsun, istər 2, istər 3 olsun, hər birini biz proyeksiya ayırmalıyıq. Məsələn, biri proyeksiya ayırsam, üfüqi müstəvidə 1 dama gedir. Yəni bunun V'si X üzrə üfüqi müstəvidə 1 damadır. Y üzrə isə görür ki 2 damadır. Və yaxud 3'ə baxsam, 3'ü proyeksiya ayırsam, 1 bu istiqamətdə 1 dama gedir. V3 1 dama gedir. Daha sonra Y oxu üzrə baxsam, həmçinin o da 2 dama getmiş olacaq. Digər tərəfdən ikincinin yaratdığına baxsam, onun üfüqi müstəvidə proyeksiyası olmadığı üçün yalnız şaquli müstəvidədir. O da hansı nə qədər neçə dama getmiş olur? 2 dama şaquli müstəvidə getmiş olur. Belə çıxır ki, həm 1, həm 2, həm də 3'ün Y oxu üzrə proyeksiyasında V'nin qiyməti neçə dama oldu? V'nin qiyməti oldu deməli 2 dama. Qət edilən məsafə çayın eni nə qədərdir? Çayın eni baxsaq 1, 2, 3, 4 damadır. 4. Hər birində verilənləri 4'ü 2'yə bölsəm, cavab eləyəcəyinə 2. Deməli, istər T1 olsun 2 saniyə olur, istər T2 olsun 2 saniyə olur, istər T3 olsun, bu da eləyir 2 saniyə. Bu nə deməkdir? Yəni bunların hər birinin çay keçmə müddətləri qiymətcə bir-birinə bərabər olmalıdır. Doğru cavab A variantıdır. Bu 38-ci sualın uşaqlar mən keçən dəfə izahını sizə verdim. Deyir məsafə ən böyükdür. Məsafə nə zaman ən böyük olurdu? Ta ki onların kəsişdiyi nöqtəyə qədər getdiyi məsafə ən böyük olurdu. Baxın buralar, yəni 4 nöqtəsində, T4 nöqtəsində məsafə olurdu ən böyük Y variantı. Birincinin sürəti deyir nə qədərdir? 2V'dir. İkincinin sürəti isə V qədərdir. Belə çıxır ki, birincinin sürəti ikincinin sürətindən böyükdür. Yəni bu daha çox sürətli olduğu üçün gələcək 2'yə çatacaq. 2'yə çatana qədər onlar arasında məsafə neyləmiş olur? Məsafə azalmış olur. Artıq gəlib 2'yə çatanda onlar arasında məsafə nə olur? 0 olur. Niyə? Çünki hər ikisi eyni koordinatda sayılırlar. Baxın, onlar arasında digər tərəfdə məsafə 0 olur bu nöqtədə. Daha sonra isə həmin bu birinci cismin sürəti böyük olduğu üçün o keçəcək önə. Həmçinin ikinci cismin sürəti kiçik olduğu üçün o geridə qalmış olacaq. Yəni baxın, artıq birinci cisim gəldi, keçdi qabağa, ikinci cisimdən uzaqlaşdı. Uzaqlaşdığı üçün onlar arasında məsafə get-gedə nə etməyə başlayacaq? Artmağa başlayacaq. Yəni aradakı məsafə get-gedə böyüyəcək. Doğru cavab C variantıdır. Deməli bu sualda deyir ki, O nöqtəsində üzməyə başlayan hansı üzgücü qarşı sahilə A nöqtəsindən çıxacaq. Burada ən yaxşı metod, baxın, sizə verilən bu çayın sürətini gətirib olduğu qədər, yəni neçə damadsa köçürməyimiz lazımdır. Baxın, məsələn, gətirdim, köçürdüm birinci bir nöqtəsindən. Hardan çıxdı? İndi baxın, sanki mən bunu O nöqtəsindən uzadacağım. Bax, belə bu istiqamətdə. Gəldi, çıxdı A-dan. Deməli, həqiqətən də doğru cavab 1 variantıdır. Amma gəlin bir aydına digərlərinə də baxaq. Məsələn, ikinciyə gətirib qoysaydım bu istiqaməti, yəni 2 damadı sağa doğru, onda onun bu nöqtədən çıxmağı, bax, təxminən belə olacaqdı. A nöqtəsindən burada çıxmalı. Deməli, bu da doğru cavab variantı deyil. Digərinə baxsam, məsələn, 3'ə gətirib qoysam, 3'də baxın, 2 dama gətirdim, sürüşdürdüm. Onda onun çıxmağı tam olaraq baxın bu istiqamətdə olur. Yenə də A nöqtəsindən çıxmır. Həmçinin 5'i də gətirib qoysam 5'də də alınmır. Deməli doğru cavab variantı nə oldu? Doğru cavab variantı 1 oldu. 2 dama çayın sürətini sürüşdürdüm. Damaların da birinin başlanğıcını digər sonuna gətirib qoydum. Aha, belə çıxdı nə? A nöqtəsindən cisim qarşı sahilə çıxmış olur.